Tərcümə et, öyrən. Gəlin birlikdə bu mətni ingilis dilinə tərcümə edək. İlk olaraq birinci cümlədən başlayaq. Bildiyimiz kimi ingilis dilində öncə mübtəda, daha sonra xəbər və daha sonra digər nitq hissələri gəlir. İlk cümləyə baxanda mübtədamız Balaca Şahzadə kiçik bir planetdə və ya üzərində yaşayır. Bizim mübtədamız Balaca Şahzadə, xəbərimiz isə yaşayır sözüdür. Balaca Şahzadəni ingilis dilinə tərcümə eləsək, Little Prince, yaşayır sözünü ingilis dilinə tərcümə eləsək, live. İndi bu cümləni aşağıda yazaq. Mübtədamız Little Prince, feilimiz isə live feilidir. Little Prince burada təkdə olduğu üçün biz bu feilin sonuna s artırırıq. Lives. İndi isə cümlənin qalan hissəsinə baxaq. Kiçik bir planetdə yaşayır. Öncə sözləri tərcümə eləyək. Kiçik, little da verə bilərik, amma small versək daha oxunaqlı olar. Small, planet sözü, planet. Bizə burada əslində kitabda ipucu da veriblər. Üzərində biz artıq ümumiyyətlə planetlə biz preposition olaraq, sözünə olaraq onu işlədirik. İndi bunu birlikdə gətirək burada. Aşağıda hamısını birlikdə yazaq. Balaca Şahzadə yaşayır kiçik bir planet üzərində. Lives on. Burada small planet yazırıq. Buranı boş saxladım nəyə görə? Çünki burada bizə article lazımdır. Çünki planet təkdədir və sayılan isimdir. Lakin burada artiklından istifadə edəcəyik. Nəyə görə? Çünki bizə bu müəyyən deyil. İlk cümləmizdə planet haqqında məlumatımız yoxdur. Ona görə qeyri-müəyyən artiklından istifadə edirik. Qeyd edim ki, sol tərəfdə mətni daha yaxşı və daha asan tərcümə etmək üçün mətnə aid lüğət hissəsi də verilmişdir ki, bu sözlərdən istifadə edib tərcümənizi daha rahat edə bilərsiniz. İkinci cümləyə keçək. Onun bir qızıl gülü var və o onu çox sevir. Biz ilk olaraq və-yə kimi olan cümlənin ilk hissəsinə baxacağıq. Onun bir qızıl gülü var. Onun var. O deyəndə burada Balaca Şahzadədən söhbət gedir və biz onu kişi cinsi olduğu üçün he ilə verəcəyik. Var deyəndə he has. Nəyi var? Rose. Yenə burada bizə article lazımdır. Qızılgüldən də ilk dəfə bəhs etdiyinə görə veririk. Ya da bura one da verə bilərik. Bu one bütün kontekstlərdə işləmir, amma bu cümlədə həm həm one istifadə eləyə bilərik. Cümləmiz necə oldu? He has one rose and cümlənin ikinci hissəsinə keçirik. O onu çox sevir. Burada o əvəzliyi Şahzadəni ifadə eləyir. Onu əvəzliyi isə qızılgülü ifadə eləyir. O, yəni he onu çox sevir. Burada yenə mübtədamız he'dir. Xəbərimiz nədir? Sevir. He loves nəyi? Qızılgülü. Burada əvəzliklə biz onu ifadə etməliyik. He loves it very much. Qeyd edim ki, bu mətn Reading nəşriyyatının 6-cı sinif Mega Practice vəsaitindəndir. Üçüncü cümləmizə keçək. O hər gün qızılgülü sulayır və vulkanlarını təmizləyir. Burada yenə gördüyümüz kimi 2 dənə cümlə var. Cümlənin ilk hissəsinə baxırıq. O hər gün qızılgülü sulayır. Yenə burada mübtədamız odur, xəbərimiz isə sulayır. O deyəndə Balaca Şahzadəni nəzərdə tutduğumuza görə yazırıq he. Sulayır nədir? Yenə lüğət hissəsində bu sözə tərcüməsinə baxa bilərsiniz. Sulamaq water'dır. Əslində biz bu sözün əsasən su kimi tərcüməsini bilirik, amma feil olaraq sulamaq mənasında da işlənir. Yenə burada feilin sonuna biz s artırırıq. Nəyə görə? Çünki mübtədamız təkdədir. He waters nəyi? Qızılgülü. Qızılgülünü desəydi his rose deyərdik. Qızılgülü dediyi üçün rose deyirik, amma burada article istifadə eləyirik. Burada isə ikinci dəfə artıq qızılgül sözündən istifadə elədiyimizə görə müəyyənlik artiklı, yəni z-ni istifadə eləyirik. He waters the rose hər gün. Bu da frequency adverbdur, yəni bunu sona da verə bilərik, əvvələ də verə bilərik. Every day and növbəti hissə vulkanlarını təmizləyir. Təmizləmək nədir? Clean. Vulkan nədir? Volcano. Təbii ki, burada cəmdə olduğuna görə biz bunun sonuna cəm şəkilsə artırırıq və indi bunu cümlə halına salaq. Vulkanlarını təmizləyir. Clean. Təbii ki, feil əvvəl gəlir. Clean. Burada biz fikir verdiksə mübtəda yoxdur. Bu hər iki hissənin mübtədası ortaq olduğuna görə ikinci hissədə mübtəda istifadə eləmirik. Eləyə də bilərik, amma təkrar olmasın deyə istifadə eləmirik. Clean deyəndə yenə bunun mübtədası he olduğu üçün və təkdə olduğu üçün sonuna s şəkilsə artırırıq. Cleans volcanoes yazaq. Volcanoes. Amma burada vulkanları təmizləyir demir. Vulkanlarını, yəni onun vulkanlarını
his artırırıq bura və bu artıq burada mənsubiyyət bildirir. Bəs sən növbəti cümləni tərcümə edə bilərsənmi? Şərhlərdə yaz.